Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əcilli vəliykəl fərəz. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun. Əziz xanımlar, 4-cü dərsimizdəyik. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurub ki, Quran oxumaqla evlərinizi nurlandırın. Çünki hansı evdə Quran çox oxunarsa, o evin xeyir bərəkəti artar və ev əhlinə fayda verər. Belə bir ev göy əhlinə, ulduzların dünya əhlinə işıq saçdığı kimi işıq saçar. Bugün yenə 4 hərf keçəcəyik. Bu hərflərimiz dəl, zəl, ro, zə. Dəl hərfi Azərbaycan dilindəki d səsinə eyni ilə d səsini bildirir. Yəni fərqli bir hərf deyildir və bu cür yazılır. Biraz boynu bükülmüş formada. Bu dərsimizə daha çox biraz diqqət etməyinizi xahiş edirəm sizlərdən. Çünki hərflər həqiqətən çox bir-birinə bənzəyir, ancaq bir özəlliyi var ki, onu da sizə izah edəcəm. Dəl hərfi bu cür yazılır və boynu bükülmüş formadadır. Təklə gələndə və birləşən forması. Baxın bu cür. Özündən sonrakına heç vaxtı birləşməyən hərfdir. İkinci hərfimiz eyni ilə bu hərfə bənzəyir, dəl hərfinə bənzəyir. Sadəcə nöqtə fərqi var və o da onun birləşən forması. Özündən əvvəlkini birləşir, ancaq özündən sonrakına birləşmir. Zəl hərfi. Ra hərfi isə bu cür yazılır, özündən əvvəlkinə birləşir, ancaq o da özündən sonrakına birləşmir. Z hərfi həm də zeyində deyirlər. Bu da özündən əvvəlkinə birləşir, ancaq özündən sonrakına birləşmir. Bildiyiniz kimi bu 4 hərf özündən sonrakına birləşmir. Dəl hərfi dediyi Azərbaycan dilindəki d səsinə, d səsi kimidir, özəl bir hərf deyil. Zəl hərfi ancaq ikinci pəltə hərfimizdir. Zəl hərfi dil üst dişlərə sıxılaraq pəltək və incə tələffüz olunur. Bir dənə də s hərfi biz keçmişdik, yadınızdadırsa, ikinci pəltə hərfimizdir bu. Ra hərfi ikinci qalın hərfimizdir, bir dənə də biz keçmişdik. X hərfi, yadınızdadırsa, ikinci qalın hərfimiz və axırıncısı isə Z hərfi Azərbaycan dilindəki Z kimi tələffüz olunur. Ra hərfi qalın həm də titrəyişli hərfdir, onu da nəzərinizə çatdırın və bu hərflərin içərisində 2 hərfimiz Azərbaycan dilindəki kimi tələffüz olunur. Ümumiyyətlə biz dedik ki, ərəb əlifbasında 6 hərf özündən sonrakına birləşmir. Hansılar da onlar? Əlif, dəl, zəl, ra, zə və keçmədiyimiz, ən sonunda keçəcəyimiz vav hərfi. Bu 6 hərf özündən sonrakına birləşmir. Bunu yadımızda saxlamalıyıq. Bir də əziz xanımlar, eyni hərflərdir. Bunları yadımızda saxlamaq üçün nə etməliyik? Dəl, zəl hərfləri boynu bükülmüş yazılır və xəttin üstündə gəlir. Ra, zə hərfi isə xəttdən aşağı düşür və onlar biraz ayağını belə sallamış kimi dayanır. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.